Bir Şəkili qızı olaraq bu dəfə Şəki zonasına aid olan Şəki külçəsinin reseptini sizinlə paylaşmaq istəyirəm. Ramazan bayramında mütləq ki, bu külçə bizim süfrəmizdə olmalıdır və bu dəfə də istəyirəm hazırladığım külçənin reseptini sizinlə paylaşım. Ərzaqların miqdarını video altında qeyd edəcəm. Xəmir yoğurursunuz, xəmir özünə gəldikdən sonra belə kündələrə ayırırsınız və həmən kündələri də qoyursunuz. 10 dəqiqə gözləyir və siz nə edirsiniz? İçlik hazırlayırsınız. 2 stəkan əridilmiş yağ, 2-3 böyük qaşıq kişniş toxumunun üyüdülmüşü, yarım çay qaşığı rəzyanə toxumunun üyüdülmüşü, 1 çay qaşığı şəkər tozu, biraz sarı kök, biraz da sarı rəng əlavə edib yağı 1 dəqiqə qaynadırıq. Ondan sonra başlayıram yuxaları yayıram. Qızlar, mənim 15 ədəd kündəm olmuşdu. 8 ədəd kündəni tək-tək yayaraq bütün qatları yağlamaq şərti ilə üst-üstə yığdım. Bu formada kəsdim və bu dəfə bu forma ilə hazırladım. Çox da gözəl oldu, çox da rahat oldu mənim üçün. Gördüyünüz bu forma ilə kündələri yayırsınız. Üzərinə məndə bir qab var, onunla bəzək vurmuşam. Yumurtanın həm ağını, həm sarısını çəkə bilərsiniz. Sonra qara çörək əlavə edib 190-200 dərəcədə bişirirəm. Gördüyünüz kimi çox gözəl, çox da dadlı alınmışdı mənim üçün. İnşallah siz də hazırlayarsınız. Hazırlayan hər kəsə nuş olsun. Bayramınız da mübarək.